Herkese salam. Bugün sizlerle birlikte Şeytan Bebek oynayacağız. Instagramda kardeşimin hikayelerine, yorumlarına hamı bunu yazır. Ona göre bugün bunu oynayacağız. Belə burada liftdəyim, belə babysitter. Yəni bugün bebek baxıcılığı eləyəcəm, amma bir tık çətindir. Yəni YouTube ilk başlayandan məndən bunca izləmişdiniz və YouTube başlamadan öncə sizə demişdim ki, oyun kanalı açsam mütləq bu oyunu oynayacağım və artıq aylar keçib dedim ki, sizə də söz vermişəm, çəkim. Artıq başladıq. Burada altda məlumatlar verilmişdi. Ona görə o məlumatlara əsasən oynayacağıq. Burada bizdən qab istəyib, qabın altında olmalıdır. Hə, burada açar var. Götürək bu açarı. 2 dəfə oynayıram. Niyə götürülmür bu? Hə, götürdüm. İndi bunu açaq. Görək aça biləcək. Hə. Ya Allah, görək cinimiz hardadır. Buradaymış. Baxmağına bax ya Allah, gözlərə bax. Başlayırıq burada, oyuna başlayırıq. Oyunun adı budur. Oynamaq istəsəniz oynayarsınız. Bir tık uzundur, yəni reklam falan çox götürür. Başladıq. Burada tanış olan bura ayaq yoldu. Hə, bura kuxnadır. Burada bizə deyir ki, bebeği beslə buzdolabından biberon al. Buradan götürürük biberonumuzu. Gəlin bura, verək bu uşağa. Sevindi. Ay, nədir bu? Ay Allah. Üzvə ləhlət. Çırpmaq istəyirəm mən bu indivara. Neyse getdik. Ay Allah. Ay maşallah deyəmir uşaq. Buradan bunun benzini götürürük. Uşaq yoxa çıxdı. Hə, oradaymış. Gəlin bunu bura qoyaq. Sonra yox olmasın deyənə bunu bura qoyuram. Getdik. Uşaq o qədər masum oturub ki burada. Bu uşaq niyə pis hərəkətdə edir? Çasmıram, bunu divara çırpıram burada. Məncə çox haqlıyam. Bu uşaq niyə belə pis adlandırılır? Belə hərəkətləri olması normalda çox şirin bir uşaqdır yəni. Sevindi. İndi bunu yatağa götürməliyik. Burada ruh var idi deyəsən. Hani burada ruh olmalıdır? Hə, burada var. Ruhları toplayıram amma bilmirəm. Divanın yanında da olmalıdır. Hə, burada da var zaten TV sisteminin üstündə. Getdik. Burada deyir ki, bebeği yatağa götür. Normalda oyun qorxulu deyil. Yəni mənim 12 yaşım olduğu üçün pəşid mənə qorxulu gəlmir, amma yəni 9 yaş plus çünki. Amma yəni mənə heç qorxulu gəlmədi. Burada yatağa götür var. Burada bizə deyir ki, kitabını bul və otur. Burada otururuq. Amma mən necə oturacağımı burada bilmirdim, amma yenə də peluş götürdüm. Bu dovşan çox şirin idi. Burada yəni əslində yazmayıb peluş götür, amma mən götürdüm. Sonra kitabı götürürük və otururuq. Yalnız oturmağın necə olduğunu bilmirdim. Nəysə, hamıdan sonra öyrəndim. Burada kitabı oxumağa heç həsələm olmadığı üçün tez-tez fırladıram. Yəni vaxt itkisi yaşamıram. Ona görə tez qurtardım mən oyunu. Nə var, yatmış olsun. Hə, yatıb, şükür. Başımın bəlası yatdı. Ümid edirəm ki, gecə bir dənə yəni aksilik eləməz. Burada deyir ki, kanepədə TV izlə. Aha. Gedək yataq. Bəli, biz də istirahət eləməliyik. Çünki bunu yandırım. Baxa-baxa yatım. Ümid edirəm ki, gecə başıma heç bir şey gəlməz. Oyanmaz, ikinci gecəyə rahat sağ-salamat girərəm. Ay Allah. İnşallah rahat girə bilərəm deyə düşünürəm. Uşağın ağlama səsi gəldi. Niyə ağlayırsan? Gülcümü yatıstırmışdım da səni. Getdik. Bebeği sakinləşdir var. Gedib onu sakinləşdirməliyik. Lakin nə ilə sakinləşdirəcəm bilmirəm. Heç bir fikrim yoxdur. Uşaq yoxdur. Uşaq hardadır? Bebeği yatağa götür yazıb. Sən burada deyildin ha bayaq. Ay Allah. Başımın bəlası. Götürək bunu. Divara çırpmaq o qədər istəyirəm ki, bu dəqiqə bunu. Sifətə bax. Üzündən lənətli yaxır. Gözlərinin rənginə bax. Yəni qırmızı gözlərə bax. Yat. Peluş koy yazıb. Amma biz qoymuşduq da yəni. Nəysə, bu bir şey çox şirindir. Bu da onun kimi ağlayır. Bunu da qoyduq yəni. Sıkı və qapıyı kapat. Bağlayaq burada. Qoyun var qapısının üstünə. Nə var? Kanepədə TV izlə. İndi gedirik TV izləməyə. Yenə. Yəni yatırıqsa nə mənası var? Elektrik xərcləri boş-boş. Siz qənaətçil olun, yəni boş-boş pul xərcləməyin belə şeylərə. Yatanda yəni nəysə. Burada artıq yatıram. Bəli. Ümid edirəm ki, bu gecədən rahat başa vurarıq. Ümidlərim inşallah məni yanıltmaz. Bəli. Reklam gəldi.
İtlərim məni yanıltmadı və ikinci gecəyə keçirik. Ya Allah, görək bu gecə başımıza nələr gələcək. Buzdolabından biberonu alıb getdik. Ya Allah. Buzdolabından bismillah. Səni bu nədir? İndi biberonu buz var. Allah bilir hardadır, hansı deşikdədir. Mən nə bilim. Burada ruh var. Götürək. Açıq mən nə bilim hardadır. Yəni belə saçma sapan şeylər niyə qoyursunuz soruşmaq ayıb deyilsə, vaxt itkisi yaşayıram bu dəqiqə yəni. Bu nədir? Ay, hər şeyin içindən hər şey çıxacağını bu dəqiqəyə inanıram. Buradaymış. Şükür Allahıma şükür. Götürək bunu getdi. Sağ salamat açıldı. Uşaq hanı? Ay Allah, baxmağa bax ya Rəbbil aləmin. Şükür. Ay Allah, yenə İndi bunu yenə aparmalıyıq ayaq yoluna. Evin otaqlarını səhv saldım ya, o dərəcədə beynim qarışdı. Otur burada, bax belə ağıllı ol. Götürək bunu. Ay Allah, bu canlandı. Axıt var bunu yaxalamalı. Buraları hiç qıslaşdıracağım böyük ehtimal yəni. Ay, bekarçılıqdan yəni bunu da qovalayıram burada yəni. Girdi uşağın otağına. Uşağın otağından çıx. Buranın qapısı açıldı. Şükür, şükür, şükür. Acil durum camını kır var orada. Neymiş? Görəsən, neysə getdik. Allahım, bunun masum sifətinə bax. Uşaq şirindir bu arada. Yəni məncə bayağı bir şirindir. Ay Allah, belə şeylər nə eləyirsən? Bu uşaq həqiqətən uşaqlıqdan çıxıb. Uşağın çırpaq bir ikidən yerə. Sənə bax, əcəb oldu. Sənə bir dənə də orada çırpaq yerə. Ay Allah, uşaq ağlayır. Çox şirinsən sən. Niyə bu qədər şirinsən? Yəni bu niyə belə bir oyun yaratmışsınız? Yəni bu şirin uşağa niyə belə şeylər qoymuşsunuz? Bebeği yatağa getirir. Masal kitabını bul və otur. İndi masal kitabımız budur. İkinci gecənin masal kitabı. Oxuyaq bunu da bu uşağın elədikləridir, yəni. Ay, sən istəsən, neyir bu? Ay Allah. Kitabı götürməliyik biz ilk öncə. 5-ə doğru peluş qoyacaq, dovşan qoyaq, şirindir. Nə ağlayırsan? Ay Allah, yerə düşdü. Nə ağlayırsan boş-boş? Güldü. Şükür. Allah, ayağım qırıldı. Neysə, oturaq. Prens və Tovşan nədir bu? Kitabını oxuyaq. Bəli, karanlıq koridorda nə bilim, neynib. Axırki də oxuduq, qutardıq. İndi bunu yatıstırdıq, ümid edirəm ki, ümidləri mənə yanıltmasın. Şükür. Bəli, çıxaq, qapını örtək, birdən nəsə olar, nəysə. Çıxdıq və getdik. Yenə TV izləyirik. Ay Allah, gecələrimiz belə gedir, yəni. TV izləyərək yatırıq. Bunun anatası hardadır, heç bir fikrim yoxdur, yəni. Qoyublar uşağı gediblər. Qapıda şimşək var, görək bu nədir? Tost maşinəsi. Masanın üstünə qoymalıyıqmış. Qoyaq bunu bura, oradan dovşan düşdü. Nəysə, bunu qoyaq bura, yerə düşdü bu da. Qoyuruq bura. Yatırıq. Ümid edirəm ki, üçüncü gecəyə keçərik. Mən niyə burada doğuldum? Uşaq hanı? Yazıb ki, kanepədə bebeği sakinləşdir. Bu uşaq qışqırır burada, onu sakinləşdirməliyik. Çıxaq tez sakinləşdir. Necə sakinləşdirəcək ki, görəsən? Qapını açaq. Niyə ağlayırsan ay bala? Gəl mən yanına peruş qoyaq. Ağlama. Yox, sakitləşmədi bu. Sakitləşdi. Ağzına qoymaq lazımıymış. Ağzına qoyanda sakinləşdi. Gedirik. Bu arada onun yəni çox sakitdir. Yəni hələ ki heç bir şey olmayıb. Yəni bu oyunu niyə bu qədər abardırdılar yəni? Nə bilim, yəni, çox asandır. Buradan xaldin. Birinci çörəyi götürürük. Bunu qoyaq bura, sonra bunu ağzını açaq. Tost maşinəsini açıbmışıq. Mənim heç bir fikrim yox. Yəni heç görməmişəm açılıb, öz-özünə açılıb gəlib. Sonra buradan bir pendir götürürük. Bəli, tam zərdəki pendirə oxşamır. Nəysə bu pendir mənə tanış gəldi. Nəysə qoyuruq bunu da bunun üstünə və tostumuz hazırdır. Qoy pişsin. Ay! Sənin mən... Neynəməliyəm indi mən baxım? Bu da yanır, bu
Buradan biberon almalıyıq. Ay dot. Bu niyə belədir? Götürək. Getdik. Ay Allah, qapı bağlandı. Klasik o türk filmləri ya da Azərbaycan filmləri oluyor. Onlar kimi. Mən nətər yol tapacam, nəsə soruşmaq ayıb deyilsə. Buraları böyütmək seçəcəm, çünki çox sıxıcıdır yəni. Nətər tapacam yolunu mən? Buradan götürə bilmirəm. Ay da. Hə, çıxırıq şükür Allaha. Mən başqa yerdə doğuldum. Hə. Tövbə estağfurullah. Bu nə səhvdir ki? Hə, düzəldi. Şükür Allaha. İndi deyir ki, bunu dəyişdirmə masasına götür. Yenə bebeğimiz işini gördük. Qoyaq bura. Nə ağlıysan da? Niyə ağlıysan? Oyunun başlanğıcında yazmışıq ki, öncəki baxıcısını... Ay səni! Gözünü yesinlər səni. Allah, mən nətər keçəcəm? Uşaq da uçur. Bu nə deyir? Sən nə belə qəribə şeylər qoymuşsun? Soruşma ayıb deyirsən. Bu necə fikirləşməsi? Buradan keçsin. Gedək. Bayaq canını kırmızı elə bir şey var idi. Hə, İndi bunu sakinləşdirməliyik. Gəl bura, gəl. Mən döyərdim, amma uşaqsan və baxıcınam, yəni anam deyiləm. Ona görə döymirəm sən day. Sən ağıllı ol, yəni istifadə eləmə məndən. Qoyuram bunu yanına, qoy sakinləşsin. Boş-boş şeylər fikirləşməsin, boş-boş hərəkətləri görməsin. Bəli, indi otururuq kitabımızı oxumağa. Prens və qoyun oxuyacaq bu gün. Bəli, yanına qoyun da qoymuşuq. Just one more.